Nvidia şirkəti rəsmən Azərbaycana gəlir. Özü də elə belə yox, məhz GeForce Now xidməti ilə. Azərbaycanlı bir şirkət Nvidia ilə bir çox böyük tərəfdaşlığa başlayır. Bu videonu Azərbaycanın 2 il zəmanət verən aksesuar brendi Euroax'ın təqdimatında izləyirsiniz. Əgər xatırlayırsınızsa, Azərconnect Group və Nvidia arasında böyük bir tərəfdaşlıq müqaviləsi imzalanıb. Bəs Azərconnect Group'un baş direktoru Emil Məsimov və Nvidia'nın baş vitse-prezidenti Jeff Fisher'ın əl sıxışdığı bu tərəfdaşlıq nəyə gətirib çıxarır? Azərbaycanda GeForce Now rəsmi şəkildə gələcək. Bu, Nvidia'nın məşhur bulut oyun platformasıdır. Yəni artıq minlərlə manat xərcləyib gaming kompüteri almamaq da olar. Sadəcə sürətli internet olsun, lap köhnə kompüterinizdə belə ən yüksək keyfiyyətdə oyun oynaya bilərsiniz. Sonra isə əsas məsələ süni intellekt əsaslı şəbəkələrin qurulması, xüsusi süni intellekt data mərkəzinin yaradılması olacaq. Mənə maraqlıdır ki, GeForce Now Azərbaycanda münasib olacaq. Əsas məsələ serverləri sürətli olacaqmı? Nvidia gəlirsə, məncə bizi maraqlı söhbət gözləyir.